Həmkarlar salam, hər birinizi xoş gördük. Bu videoda ticarət əlavəsini izah edəcəm. Deyək ki, müəssisə hər hansısa bir ehtiyat alıb və həmin ehtiyatın ilkin dəyəri 100 min manat olaraq formalaşmışdır. Və müəssisə satış strategiyasına əsasən həmin ehtiyata 30% ticarət əlavəsi tətbiq edir. Bu zaman ticarət əlavəsinin manatla ifadəsi 100 min manat vurulsun 30% olacaqdır. Ticarət əlavəsi o mənaya gəlir ki, müəssisə həmin ehtiyatın ilkin dəyərinə nə qədər ticarət əlavəsi əlavə edib və satışını həyata keçirir. Bu zaman müəssisə üçün satış qiyməti 100 min manat, üstə gəlsin ticarət əlavəsi, yəni 30 min manat, nəticədə 130 min manat təşkil edəcəkdir. Yəni, müəssisə 30% ticarət əlavəsi tətbiq etməklə 100 min manat olan ehtiyatı 130 min manata satır. Və bunu daha qısa yolla da hesablaya bilərik. 100 min manat vurulsun, 100% üstə gəl 30%, yəni 130%-ə birbaşa olaraq vururuq və 130 min manatı əldə edirik. Bundan əlavə olaraq 130%-i 1,3 kimi də ifadə edə bilərik və 100 mini vura bilərik 1,3-ə və qısa şəkildə həmin ehtiyatın satış qiymətini tapa bilərik. Və imtahanda təkcə ehtiyatların hesablanmasında deyil, həm də mənfəət və zərər haqqında hesabatın qurulmasında da ticarət əlavəsi rol oynayacaq. Gəlin burada mənfəət zərər haqqında hesabat qeyd edək və nəzərə alaq ki, həmin ehtiyat satılmışdır. Həmin ehtiyat satılarsa, həmin ehtiyatın artıq satılan malların maya dəyəri hissəsində mənfi 100 min qeyd eləyəcəyik. Bu zaman bizdən əsas əməliyyat gəlirinin tapılması tələb olunursa, bu zaman 100 min manatı 130%-ə vuracaq və bu zaman əsas əməliyyat gəliri də 130 min manat təşkil edəcək. Bu halda artıq ümumi mənfəətimizi hesablayaq. Ümumi mənfəət də bilirik ki, əsas əməliyyat gəlirindən satılan malların maya dəyərini çıxmaqla əldə olunur. Bu da 30 min manat təşkil edəcəkdir. Bu halda görürük ki, əslində ticarət əlavəsi yekunda satılan malların maya dəyərinin neçə faizini müəssisə üçün mənfəətə çevirdiyini göstərir. Yəni, elə 30 min manatı bölsək 100 min manata həmin ticarət əlavəsinin faizini göstərəcəkdir. İzlədiyiniz üçün təşəkkür edirəm.